Salam dəyərli izləyicilər, 4 iyun 2026-cı il məcburi köçkünlərin statusu ilə bağlı vacib bir xəbəri çatdırıram. Düzdür, bu xəbər dünənlərdə paylaşılmışdı bir çox deməli sosial media hesablarında, amma ətraflı diqqətinizə çatdırıram. Videonu bəyənin, paylaşın və üstəgəl işarəsinə vuraraq kanalımıza abunə olun. Deməli dəyərli izləyicilər, məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir. APA'nın məlumatına görə Milli Məclisin Əmək və Sosial Siyasət və İnsan Hüquqları Komitələrinin iclasında müzakirəyə çıxarılıb bu məsələ qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna dəyişiklik təklif edilib. Qüvvədə olan hazırki qanuna görə məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. Layihəyə əsasən vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusu itirir. Yəni dövlət sizi belə deyək, yeni bir yerdə yerləşdirib, tutaq ki, Qarabağda, Zəngəzurda və s. imtina edirsinizsə artıq bu statusunuz itmiş hesab olunur. Keçid müddəasına əsasən bu qanun qüvvəyə mindiyi tarixə qədər əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu qanun qüvvəyə mindiyi tarixdən itir. Yeni təklifə əsasən şəxs, yəni məcburi köçkün vətəndaş yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin olunacaq. Yəni tutaq ki, Bakıda filan bir şəhərcikdə, nə bilim, yataqxanada qalırdısa, onun əvəzinə veriləcək. O, yəni hər ikisini saxlamaq olmayacaq. Bununla da dövlət tərəfindən verilmiş yeni yaşayış sahəsinin verilməsi, daha doğrusu vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.